Dünən dənizdə batan müğənni Tacir Şahmalıoğlu'nun qardaşının batması səbəbləri aydınlaşıb. Novxanı çimərliyində baş vermiş hadisədə müğənninin 36 yaşlı qardaşı Mahir Şahmalıoğlu Allahverdiyevin ehtiyatsızlıq üzündən batdığı məlum olub. Belə ki, dənizdə skuterlə gəzintiyə çıxarkən bacısı oğlu ilə birgə ümumilikdə 4 nəfər olublar. Mahir Şahmalıoğlu öz üzərindəki qoruyucu jileti yanındakı qadına verərək dəniz gəzintisinə çıxarkən qeyri-müəyyən səbəblərdən skuterlərin hər ikisi aşıb. Üzərindəki qoruyucu jilet olan 3 nəfər xilas olsa da Mahir Allahverdiyev batıb. Hadisədən dərhal sonra dənizdə onun axtarışlarına başlayıb. Gecəyədək davam edən xilas edicilərin səyləri nəticə verməyib. Ailə üzvləri və yaxınları sahilə toplaşaraq həyəcanla axşam saatlarına qədər gözləyiblər. Onların verdiyi məlumata əsasən Mahir Allahverdiyev Tacir Şahmalıoğlu'nun ən kiçik qardaşıdır. Evlidir, 2 az yaşlı övladı var.